Gömrük sahəsində həyata keçirilən islahatlar yeni bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin təsdiqlədiyi gömrük məcəlləsinə dəyişikliklər ticarətin asanlaşdırılması, rəqəmsal transformasiyanın sürətləndirilməsi və biznes üçün daha əlverişli bir mühitin yaradılmasını hədəfləyir. Mövzunu əməkdaşımız araşdırıb. Gömrük məcəlləsinə edilən dəyişikliklər ixal və ixrac əməliyyatlarında çevikliyi artırmağa hesablanıb. Yeni mexanizmlər gömrük prosedurlarının sadələşdirilməsini, rəsmiləşdirmə müddətinin qısaldılmasını və elektron xidmətlərin tətbiqinin genişləndirilməsini nəzərdə tutur. Bu yeniliklərin həyata keçirilməsi, ixal-ixrac əməliyyatlarının daha da sürətlənməsi, rəqəmsal transformasiyanın bu sahədə daha da dərinləşməsini dəstəkləyəcək. Ümumilikdə isə bu əməliyyatların həyata keçirilməsi Azərbaycan məhsullarının beynəlxalq bazarda rəqabət qabiliyyətini artıracaq. Gömrük keçid məntəqələrində konteynerlərin və yük maşınlarının bu məntəqələrdə keçiddiyi zamanı daha da aşağı salacaq ki, şirkətlərin logistika xərclərini aşağı çəkməklə məhsulların maya dəyərinə də ciddi şəkildə müsbət təsir göstərəcəkdir. Satışı sürətləndirilməsi məqsədi ilə Nazirlər Kabineti ixracatçı şirkətlərə səlahiyyətli iqtisadi operator statusu verəcək. Bu statusa malik şirkətlər daha az gömrük yoxlamasına məruz qalacaq və rəsmiləşdirmə proseduru sadələşəcək. Bundan yanaşı gömrük auditi modelinə keçid nəzarətin əsas yükünün sərhəd keçid məntəqələrindən müəssisələrin uçot və daxili informasiya sistemlərinə yönəldilməsini nəzərdə tutur. İslahatların qeyri-neft sektoru, xüsusilə də aqrar sənaye kompleksi üçün ən diqqət çəkən tərəfi isə sadələşdirilmiş rəsmiləşdirmə prosedurudur. Əsasən tez xarab olan kateqoriyadan olan meyvə, tərəvəz, digər balıq məhsulları, həmçinin çiçək məhsulları, digər tərəfdən həmçinin diri heyvanların sənədləşdirilməsi və gömrük keçid məntəqələrindən daha tez buraxılması üçün yeni mexanizmlərin işə salınması nəzərdə tutulub. Bu da öz növbəsində tez xarab olan məhsulların həm yerli alıcılara, həm də qlobal alıcılara rəf ömrünü daha uzun saxlamaqla çatdırılmasını dəstəkləyəcək. Beləliklə, dəyişikliklər xarici alıcıların malları daha tez qəbul etməsini təmin edərək, yerli şirkətlərin qlobal rəqabətə davamlılığını artıracaq. Əli Rzayev, Nigar Etibar, ASTV Xəbər.